Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube-dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram və ümid edirəm ki, şənbə və bazar günü ilə bağlı çəkdiyim video həm xoşunuza gələr, həm sizə uğur gətirər, həm qazanc gətirər, həm də ki, yaxşıca bir bəyəni toplayar. Xeyli sayda oyun var. Canlı siyahısını da ayrıca hazırlayıb qoymuşam bir kənara. Bəzi oyunlar var ki, onların qısaca olaraq şərh verəcəm. Bəzi oyunlar var ki, sadəcə öz fikirlərimi deyəcəm. Siz bunu düzgün şəkildə dəyərləndirərsiniz. Saytımızla bağlı çox qəşəng gedir əslində metrikalar, statistikalar əla gedir. Kuponlar da artıq müsbət dinamika nümayiş etdirir və ümid edirəm ki, bu da sizin bəyəninizə səbəb ola bilər və bu layihənin adı kimi yazırsınız. chromda.com.az saytımızdır. Orada sizi başqa bir sürprizlə gözləyir. Banner görəcəksiniz. Burada onun detallarına getmək istəmirəm. Belə. Və yavaş-yavaş Telegramımızın da tanıyan tanıyır. Tanımayanlar üçün və yəni bura yazaq ki, Telegramımızı necə axtarışa verib tapmaq olar. Belə, dostlar, keçirəm oyunlara. Vaxtınızı almamaq üçün mən bu analizi artıq cüməyə keçib gecə çəkirəm və ümid edirəm ki, yenə deyirəm, sizə düşərli olar. Başlayaq Avstraliyadan. Siz artıq bu analizi izləyəndə şənbə günü səhər 08:00-da Auckland Central Coast Mariners oynayacaq. Bu iki komandanın adı mənə əslində 3-5-6 deyir. Komandaların adları. Xüsusilə də Central Coast Mariners'ı izləyən bir neçə izləyicimiz var. Mütəmadi yazışırıq. Bəzən həddindən artıq alt oynaya gedir. Konkret bir misal deyil, bu yəni bir tarixlə bağlı. Və sonradan onu gözəl şəkildə üstünə artıq yönəlirlər. Çünki bilirlər ki, bu hardasa partlamalıdır. Amma normalda bu komanda alt oynamağı sevən komandadır. Aucklandda necə sizə misal gətirim? Bu Nuno Espirito Santo'nun Nottingham Forest kimi bir komandadır. Amma mən deyirəm ki, inşallah ki, Auckland time'da vurar Central Coast Mariners'ə. Çünki yaxşı komandadır. Oyunda dominantlıq eləyə bilən bir komandadır. Çempionluğu oynayan bir komandadır. Auckland evində time'da vurar. Və yaxud da ki, gözləyə bilərsiniz, yaxşı əmsalla time'da qolu götürə bilərsiniz. Amma mən 90% əminəm ki, bu Aucklandda olacaq. MacArthur 12:35-də Bakı vaxtı ilə Melbourne City-ni qəbul edir. Melbourne City bu oyunu uduzmaz, dostlar. Uzatmayacağım ki, həddindən artıq çox vaxtımız getməsin. Bunun nəyinin detallarını izah edeyim sizə. Burada yalandan danışaq da. 15:30-da Kayseri Başakşehiri qəbul edir. Məncə Başakşehir burada hər hansı bir hissəni qazanır. Başakşehir ümumiyyətlə qələbə qazanacaq böyük ehtimal. Başakşehiri qələbəyə yaxın görürəm və Nuri Şahinin ümumiyyətlə o zonadan çıxan, söhbət meydandakı zonadan gedir. O zonadan çıxan, özü də belə bir təcrübəli məşqçi, yəni oyuncu vaxtı yığdığı təcrübələr, görün kimlərlə işləyib, onun dadına çatacaq məncə və Nuri Şahin ümid edirəm ki, yaxşı bir karyera qura biləcək özü üçün. Bu məsələnin bir tərəfi. Prinsipcə, Başakşehir məncə qələbə qazanacaq. Görək nə olur. Kayseri biraz baş ağrısı yarada bilən komandadır. Bir də Başakın oyunlarında bu mövsüm çox qırmızı kart çıxır. Görək, inşallah ki, bir əmmə olmaz. Kimsə desə ki, abi, mən türklərə oynamıram, əlini sıxıram. Türklərə deyəndə əstəğfurullah, yəni türk klublarından gedir söhbət təbii ki. 17:00-da bu əmsallarla çıxan bir şeydir. Canlı üçün bunu saxlamışam. 17:00-da 3-cü Bundesligada Ingolstadt Stuttgart 2 ilə oynayır. 2-5 ən azı gözlədiyim oyundur. İspaniyada şənbə günü oyun azdır. Rayo Vallecano Osasuna oyununu salıblar bura. Məncə bu oyun 3-5-6-dır, dostlar. Ona görə də, yəni bu sadəcə xəbərdarlıqdır. Zaman-zaman belə xəbərdarlıqlar edirəm. İstəyir yenə də deyirəm, 6+ olsun. Mənə o qədər də maraqlandırmır. Amma birdən kimsə canlıdan, nə bilim, hansı kuponda istifadə edeyim və s. və ilaxır. 3 top ola bilərmi? Bəlkə də olar, amma 3-5-6 gözləyirəm oyundan. İnşallah ki, yenə deyirəm, 6+ olsa da məni maraqlandırmır, amma bu analizin qabağında inşallah ki, 6+ olmaz. Como Torino oyununda canlıya saxlamışam. Siyahımda var. İnşallah görəcəksiniz özünüz.
Telegramı izləyənlər bunu görəcək. Nə düşünmüşəm oyunla bağlı. Və Macaristanda 18:00-da Kişvarda MTK Budapeştlə oynayır. Bu da 2-5 üstü oyunudur mənə görə. Bir də Frankfurta Qarabağ əla bir zərbə vurdu. O zərbədən ayıla bilərmi? Bakıdan Almaniyaya qayıtmaq, nə bilim uyğunlaşmaq, qısa da olsa bir adaptiv bir gün var da orada. Bu il əla gedən Hoffenheim məncə uduzmayacaq. Bir də Eintrachtı mən baxanda niyəsə favorit göstərirdilər. Məncə indi ola bilsin dəyişib əmsallar, amma məncə Hoffenheim uduzmayacaq bu oyunu. Hoffenheim'i arzulayıram ki, bu heyəti qorumaqla, hətta biraz gücləndirməklə inşallah Çempionlar Liqasına gedər. Ora doğru gedirlər hələ ki. Keçən dəfə danışmışdıq, çox pis gedişatı olan Leicester var və Leicester bugün, yəni şənbə günü məncə Oxfordda partlaya bilər. Hətta özü 2-5 üstü aparıb, qələbə 1-5 üstümüzü versin, qalanı mənə o qədər də maraqlandırmır. Yəni, sadəcə qələbə də yox, qələbə 1-5 üstü, 2-5 üstü, hətta 3-5 üstə qədər apara bilər, çünki hirsli bir Leicester var. King Power Arenada onu sənə bağışlamazlar, yəni, burada da tökəzləsən. Bu da belə. Queen's Park Rangers Wrexham oyunu da canlıya saxlamışam. Reading Barnsley oyunu, Bolton Leyton Orient oyunu. Yaxşı, gəlin, Bolton 19:00-da İngiltərə aşağı liqasında Bolton Leyton Orientlə oynayır. Gol 2-5 üst gözləyirəm hətta burada. Bunu geniş kuponlarda istifadə edə bilərsiniz. Ağlınıza batdığı formada. 2 üst, 2-5 üst, nə bilim, sadələşdirərsiniz və s. və ilaxır. Fulham Brighton. Burada bir riyazi hesablama aparacaq. Komandaları tanıyırıq deyə az çox indi tövbə haşa şeyə yazmayın. Təkəbbürlüyə yazmayın. Yəni şey mənasını demədim. İzlədiyimiz komandalardır. İki gözəl məşqçinin, iki gözəl komandası. Bura bir neçə proqnoz verəcəm. Hətta canlıya saxladığım bir şey var burada. İdeal şəkildə çıxan və canlıya saxladığım bir şey var burada. Mən bu oyuna 2-3 qol aralığı deyirəm dostlar. 3-5 alt deyirəm, 1-5 üst deyirəm. Bu riyazi hesablama nəticəsində 2-3 qol aralığı. 3-5 alt oynayarsınızmı Fulham olan yerdə, Craven Cottage'da oynayır və yaxud da ki İngiltərədə hansısa bir oyun ümumiyyətlə 3-5 alt oynayarsınızmı? Brighton var işin içində. Oynamarıq da, düzdür? Mənim analizim 2-3 qol aralığıdır. 2-3 qol aralığı nə deməkdir? 3-5 alt? Yox, mən deyirəm gəlin 2 üstü yaxşı kuponlarımızda istifadə edək. 1-5 üstü var bu oyunun dostlar. Belə bir şey deyirəm. 21:00-da Lozannadan Grasshoppers üzərində qələbə gözləyirəm, tərsləməmək ümidi ilə. Ola bilsin ki, bunu canlıya saxladıq. Canlıya saxladığım oyunlardan biri də Fiorentina Cagliari oyunudur. Havre Monaco oyunundan isə mən 3-5 alt gözləyirəm. Bu Monaco nə etmək istəyir? Bir də Monaco'nun da oyunlarında həddindən artıq qırmızı kart çıxır, bilirsiniz də. 3-5 alt gözləyirəm bu oyundan. Havre var işin içində. Monaco əslində Monaco'nun anormal qaçırtdığı momentlər çoxdur. Monaco'nun qaçırtdığı real momentləri ki, onlar çox əksəriyyəti XG-yə belə girmir. Ya məsələn, Falorin Balogun boş qapıya ayağını uzada bilmir, o XG-yə təsir eləmir axı, düzdür? Orada bu boyda məsafət. Toxunsa qoldur. O XG-yə girmir. Qıraqdan oturub baxarsan 0.40 XG, oyuna bax. Monaco anormal momentləri qaçırdır. Riskli oyun, yəni sözümün canı odur. Twente'dən isə Excelsior üzərində qələbə gözləyirəm Twente'dən. Bir şey deyəcəm burada, bir senari deyəcəm. O gün Alkmaar oyununda Alkmaar Excelsior oyununa baxan bir adam kimi deyirəm bunu. Excelsior dostlar, indi inşallah ki mən demin tərsi olmaz oyunda. Excelsior deyir ki, qardaş, 45 dəqiqə, minimum 45 dəqiqənin nəyi var dözək, sonra bir şey fikirləşərik. Twente və imkan verir gəlməyə rəqibə. Twente time'da vurar, hətta time birinci hissəni uda bilər burada. Evində oynayan Twente. Ricky Van Wonswinkel vurar məsələn, penaltidən atıran bəlkə də vurdu. Ki Twente hələ oynayır da əsən. Cəhd, çevik oyuncular var öndə. Ricky də qocalmır. Mən deyirəm ki, dostlar, Twente time'da vura bilər. Və Twente'dən qələbə 1-5 üst gözləyirəm. Çünki vursa Excelsior'un da vəziyyəti əslində normaldır. Alkmaarla oynadı, xalı qopartdı, həftə içi yoruldu. Təxirə salmış oyunu idi o.
turnir cədvəlindən dolayı birinci qolu buraxsa, artıq Excelsior ikinci hissədə görəcəksiniz, açılmağa başlayır. Canlıdan qəşəng 1-5 üstdə ortalığa ata bilərsiniz yaxşı əmsaldan və Twente na dobivanya ruslar demiş, gedib ikinci qolu vura bilər. 2-0, 3-0 bəlkə də oyunu uddu, belə bir şey. Hə, indi gəldik Zurnanın zırt dediyi yerə. Villarreal, Real Madrid. Mən nə çıxartmışam burada? Mən deyirəm ən azı 3-5 üst, ən azı. Məni maraqlandırmır. İspaniyada bu Barsanı gördünüzdə necə baltaladılar. Jesus Hilmansano. Da siz də mən bağışlayın. İtin sözünü dedilər üzünə stadionda. Ki, bəsdir də. Birinci dəfə də elə Barsanı baltalayır. Bax, Jesus Hilmansano'nun Barsanı oyunlarına verəndə biraz ehtiyatlı olun. Adamın əynində bir dənə Real Madrid forması çatışmır. Sözümü nəyə gətirirəm? Yəni, məsələn, ağlıma şey gəldi. Villarreal Sociedad oyunu, Villarreal Barça oyunu. Nələr qaçırdır Villarreal. Real da izah eləməyə ehtiyac yoxdur da. Plus orada da penalti a favor de Real Madrid. Dünya tarixində bəlkə də ən çox penalti vuran komanda və oyuncu statusunu Real Madrid və Mbappe öz əlində hala. Yəni ona doğru gedirlər ən azından. Bu oyun çıldıra bilər dostlar. Villarreal'da da işlər yaxşı getmir. Bu oyun çıldıra bilər. Villarreal oynayacaq ən azından. Deyirəm, burada bir qəşəng bəyəni dostlar sizdən, bir zəhmət. Əllərimiz uzansın o düyməyə və keçirəm bazar gününə. 25 yanvar tarixinə. Yenə də Avstraliyadan başlayıram qısaca. Western Sydney Wanderers Perth Glory ilə oynayır. Bu oyunda 1-5 üstü var. Burada da 3-5-6 gözləyirəm əslində, amma 1-5 üstü də var. 2-3 qol aralığı deyirəm. Kim necə istəyir dəyərləndirsin. 3-5-6 oynamayın. Mən deyirəm 1-5 üstü oynayın. Gaziantep Konyasporla oynayır. Gaziantep'in neçə oyununu izləyən bir adam kimi deyirəm sizə dostlar. Bu oyun ən azı 2 üst. Yəni sığortalı danışmağa məcburam çünki Türkiyə çempionatından danışırıq. Türkiyə Süper Liqasından danışırıq. Ən azı 2 üstü var bu oyunun. Antep onu oynayır. Konya onu oynayır. Əssalam, açıq oyun gözləyirəm. Atletico Madrid, Mallorca. Atletico Madrid ən azı qələbə 1-5 üst. Atletico Madrid qorxun ki, burada özü tək başına 2-5 üstü apardı bu oyunu. Evində oynayır, yaxşıdır. İnşallah ki, buraxar və ondan sonra lap qəşəng maraqlı bir oyun izləyərik. Qələbə 2-5 üst demək istəyirəm, 1-5 üst bəsimizdir. Əmsal azıca 2-5 üstə yönələcək, o heç. Crystal Palace, Chelsea. Mən sizə bir şey dəqiq deyə bilərəm dostlar bu oyundan bağlı. Tərsləsəm də bu mənasız bir seçimdir. Sadəcə bu 1-23 əmsalı izah eləyərsən bəzən, amma o qədər məsuliyyət, o qədər risk tələb edir. Çünki bu futbol biliyi tələb edir. İzlədiyin komandalar. Crystal Palace darmadağın olub dostlar. Mən sizə bir şey dəqiq deyə bilərəm ki, bu oyunda Mateta bilirsinizə gedir. Da nə bilim, Ezəni satdılar, onu satdılar, Gey getdi. Bu oyun heç vaxt səhərə qədər oynasalar heç bitməz. Chelsea burada kurajı tutub uda bilər, bir şey demirəm. Bu oyunda ən azı 2 üstü. Amma mən deyirəm ki, bu durumda olan, özə rəzil bir durumda olan Gey də getdi. Sizə yadınızdadır, məşhur o Razborka zamanı dedim ki, Munoz yoxdur, komandanın sistemi pozuldu. İndi təsəvvür edin, komandanın onurğa sütunu getdi. Düzdür, İsmail Sarı qayıdır, çempion qayıdır. Amma Mark Gey yoxdur, müdafiə paramparça olub. Yoxdur. Lacroix ilə, bilmirəm, Lacroix'ı olarsız mən təsəvvür edə bilmirəm. Glasner də başını buraxıb, mən belə başa düşürəm bu işin. Özü də dedi ki, müqaviləni uzatmayacağım. Nəsə, uzun sözün qısası, Chelsea uduzmaz 1-5 üst. Bunun əmsalı var. TFC-də bunu oynaya bilirsiniz. Dəfələrlə istifadə edirik belə şeylərdir. Belə. Atalanta Parma. Uzatmayacağım. Atalanta qələbə 1-5 üst. Qələbə mənə maraqlandırmır. Qələbə 1-5 üst. 2-0-2-1, nə bilim, belə atımda hesab. Atım deyəndə, yəni şey mənasında da, belə görək. Bir də Bologna da paralel oyunu var, birdən yadıma düşdü. İndi baxırdım, Bologna oyunu var idi. Celtic-lə, yorğun, çox yorğun Bologna var. Futbol oynamağa başlayan, futbol qatili olan vaxtı ilə Vieira'nın vaxtında Genoa'ya başlayıb futbol oynamağa və Genoa'dan Genoa kimi təhlükəli De Rossi'nin Genoa'sından xalq opartmağa oynayacaq. Bologna böyük ehtimal bu oyun birdən belə ağlıma girdi, X bitə bilər. Brentford Forest oyunun canlı yayıma saxlanmışam. München Gladbach Stuttgart oyunu var dostlar. Çox elə istəyirəm bu oyun ən azı 3-5 üstü olsun.
Bax bu sadəcə istəkdir. Stuttgart yorğun, Gladbach deyəcək ki, aha, İdman müəllimi yanından gəlirlər bunlar. İdman müəllimi Gasperini, Roman Gasperinisi. Gasperini Roması, üzr istəyirəm. Manyakdır da o adam, bilirsiniz də, fiziki futbol oynadır ancaq. Fizika ilə taktikanı dəhşət qarışdırır. Stuttgart çox yorulacaq. Yorulan Stuttgarta qorxun ki, Gladbach özü 2 dənə top vursun. Stuttgart bunu cavabsız qoymaz. Yəni beynimdə bu ssenarini qurmuşam. Bu da belə. Hearts Celtic çempionluğun taleyi həll olunan oyuna canlıdan girəcək. Buna əmin olun. İnşallah sağlıq olsun, bir əmmə çıxmaz. Barsadan isə Oviedo ilə oynayır. Yorğun gəlir Çexiyadan. 3-5-6 qələbə görsək təəccüblənmərəm. 2-0 kimi bir qələbə. Dostlar, öpürəm sizi, bağlama basıram. Maksimum faydalı olmağa çalışdım. İdealları özünüz başa düşdünüz artıq nələrdir. Onları götürüb oynaya bilərsiniz, seçə bilərsiniz, təkli də oynaya bilərsiniz. Telegramda inşallah əla seçimlərimiz olacaq. Fon açığı hələ də ürəyimcə deyil. Fona qəşəng bir əl gəzdirəcəyik, texnikamızı da düzəldəcəyik, mikrofonumuzun da belə ən azı bu səviyyəyə qaldırıb daha yaxşı danışacağıq dostlar. Və hələ ki məhdud şəraitdə iş görürük və balaca yerlərdə həmişə böyük işlər görülür dostlar. Amma o böyük işlərin görülməsi üçün sizin dəstəyiniz lazımdır. Öpürəm sizi, bağrıma basıram. Allah'a emanet olun.